Hər gün ac qarnına bir çay qaşığı qarazirə yağı içsək bədənimizdə nə baş verər? Qarazirə yağı kalsium, maqnezium, dəmir, A vitamini, B qrup vitaminləri və omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr ilk növbədə immuniteti gücləndirir. Bizi qrip kimi virus xəstəliklərindən qoruyur. Həzmə kömək edir, bağırsaqlardakı kök problemini aradan qaldırır. Qanda olan pis xolesterini və şəkəri azaldır. Bu da ki, sizi ürək-damar xəstəliklərindən qoruyur. Qarazirə yağının tərkibindəki kalsium sümük və oynaqlardakı ağrıları və bədəndəki iltihabı azaldır. Eyni zamanda uşaqlarda iştahı da artırır. Lakin burada söhbət saf qarazirə yağından gedir. Təbii qarazirə yağı bu cür soyuq sıxım üsulu ilə hazırlanmalıdır. Keyfiyyətli yağın dibində çöküntü olmalıdır. Dadı bir qədər acı, qoxusu isə kəskin və tünd olmalıdır. İstifadə qaydası isə belədir. Qarazirə yağını gündə bir çay qaşığı ac qarnına qəbul etmək tövsiyə olunur. Dadı sizə acı gələrsə, bal və ilıq su ilə qarışdıra bilərsiniz. Mən hər dəfə qarazirə yağını baxın bu şəkildə gözümün önündə çəkdirirəm. Bura isə mənim tez-tez gəldiyim məkanlardan biri Natur Azdır. Natur Az 28 may metrosuna yaxın Dilarə Əliyeva küçəsində yerləşir. Siz burada müxtəlif təbii yağ çeşidləri ilə yanaşı təbii sirkə, əzmə və çay da ala bilərsiniz. Sağlamlığınızı düşünürsünüzsə, məncə bir dəfə də olsa bura baş çəkin.